Üstümü değiştim, oturdum, dua elədim. Az da olsa bir kul hakkım var yani. Dua ettim, Allah'tan bağışlamamı, əfv olmamı istedim. Salam dostlar. Az önce videoda gördüğünüz cüce ləqəbli TikToker tövbə eləyib. Videonu önceden beğenin ve axıra kadar izleyin ki mövzunu anlayasınız. Ve tabii ki videonun sponsoru Aklas dondurmalarıdır. Aklas dondurmasının dadına baxın, bütün dərdləri geridə buraxın. Niye videolarımı sildim, niye səhifəmi bağladım, niye bütün o obraz geyimlərimin hamısını yandırdım. Gördüyüm yuxuyla dolayı oldu hər şey. Mən adətən gecə yatıram, gecələr. Qəribə bir yuxu gördüm. Qəribə deyəndə ki, bu sıradan bir yuxu olar kimlərsə üçün, amma mənim üçün sıradan bir yuxu deyildi. Qaranlıq bir yerdəyəm, hardan tuturamsa, yəni yıxılıram. Fəryad edirəm, qışqıram, səsim heç bir kəs səs vermir. Yerə yapışmış vəziyyətdə qalmışam. Yəni toparlanıb, güc toparlayıb ayağa qalxa bilmirəm o vəziyyət. Və qəfildən yuxudan ayrıldım. Saat 4-ə qalmışdı, əzan səsi gəlirdi. Getdim, üzümə su vurdum, gəldim. Gecəliyim bütün tər içərisində idi. Üstümü değiştim, oturdum, dua elədim. Az da olsa bir kul hakkım var yani. Dua ettim, Allah'tan bağışlamamı, əfv olmamı istedim. Yani bu kadar. Söz verməmişəm, nə evdəkilərə söz verməmişəm, nə sizə söz verməmişəm. Çalışdığım qədər, əlimdən gəldiyi qədər çaba göstərəcəm ki, hər şey yaxşıya doğru getsin. Allah her birimizin köməyi olsun. Allah her birimizi bağışlasın. Amin. Bu kadar. Əziz dostlar, bizim cəmiyyətdə tövbə eləyib düz yola qayıdan insanlarla məzələnən, onları qınayan, lağ obyektinə çevirən insanlar var. Az da olsa var. Əgər bir insan düz yola qayıdıbsa və yaxud da qayıtmağa cəhd eləyirsə, onu alçaltmaq əvəzinə ürək-dirək vermək lazımdır ki, o elə düz yolda qalsın. Sonradan öz yolundan caysa, artıq babalı öz boynunadır. Amma biz öz borcumuzu yerinə yetirib həmin insanlara dəstək olmalıyıq. Cəmiyyətimiz normal insan qazanırsa, bunun nəyi pisdir? Bu videonun altında məzələnən, alçaldan şərhlər gördüm və bu videonu çəkmək qərarına gəldim. Bəzi insanlar var ki, cücə ləqəbli həmin bu TikTokerin köhnə versiyası onlara daha sərf eləyir. Nasıl güzeldi elini tutma, dudak edelim senin ilacın, benim olur gitme. Çünki baxırlar, əylənirlər. Çünki zövqləri yoxdur, IQ səviyyələri aşağıdır. Bu kimi şeylərdən zövq alırlar. Bu insanlar əslində birinci özlərini qınamalıdırlar. Yəni bu kimi insanlara, bu tip insanların dəyişimi sərf eləmir. Ya da qıcıq olurlar, nə bilim, xoşlarına gəlmir. Fikirləşir ki, o elə gey olsa, üzdən iraq olsa daha yaxşıdır. Mən ona baxıb özümə şükür eləyirəm. Həmin bu şəxs əvvəllər videolar çəkəndə, səviyyəsizlik eləyəndə, üzdən iraqlıq eləyəndə onu qınayanlar kişi ol, nə bilim, belə videolar çəkmə, özünü kişi kimi apar. Bu sözləri deyən insanlar, yəni bəziləri hal-hazırda dəyişib deyə indi onu söyürlər. Yaşı bu neynəsin onda? Sizin istədiyiniz olur da, yəni istəmirdiniz bu kişi olsun. Olur da. Niyə söyürsünüz, niyə məzələnirsiniz? Bir adam tövbə eləyirsə, Allah onu bağışlayırsa, siz kimsiz? Dostlar, bu kimi adamlar da batil inancları, geydirmə pirləri tənqid eləyəndə girib həmin videoların altına Vəhabi damğası vururlar, nə bilim, İslam düşməni damğası vururlar. Halbuki özlərinin İslama heç bir aidiyyatı yoxdur. Yəni əksəriyyəti İslamın heç bir qaydasına riayət eləmir. Məsələn, bir insan tövbə eləyibsə, bunu açıq-aşkar deyirsə, yəni bilməm, indi qalan şeylər Allahla onun arasındadır. Bunun bizə heç bir aidiyyatı yoxdur. Biz onu cəmiyyətə qazandırmalıyıq. Normal orientasiyası olacaq. İnşallah ki olar. Yəni onu bu yoldan soyutmamalıyıq. İnşallah ki soymaz. Gerçək müsəlman, İslam dininə inanan müsəlmanlar tövbə eləyən bir şəxslə məzələnməməlidir. Ona ürək-dirək verməlidir. Daha da dəstək olmalıdır. Valla bunlar o qədər çoxalıb ki, siz təhlükəni hələ dərk eləmirsiniz. Söhbət bəzilərinə aiddir. Çünki bunların siz tərəfdən normal qarşılanması üçün nə qədər əcnəbi filmlər çəkilib, seriallar çəkilib, kliplər çəkilib. Amma sevindirici hal budur ki, bu təbliğatları yeməyən insanlar da var. Qaydaq bu insana, bu insan təki bundan sonra yolundan çıxmasın, həyatına əsl kişi kimi davam eləsin. Bizim bu kimi insanların dəyişməsinə normal yanaşmalı, onları dəstəkləməliyik ki, yəni
Digərləri də öz yollarından dönsünlər, görsünlər ki, cəmiyyət bunları dəstəkləyir. Normal həyat belə olmalıdır. Daha fikirləşməsinlər ki, onsuz da, yəni biz belə də söyürlər, dəyişəcək də söyləyəcəklər. Yəni niyə dəyişirəm? Bu cür hərəkətlər eləyib öz TikTokda canlı yayında pulumu qazanıram və yaxud da nə bilim başqa yollarla qazanıram. Normal cəmiyyət üçün normal insanlar olmalıdır. Normal ailə sistemi olmalıdır. Bunun üçün də ilk öncə özümüzdən başlamalıyıq. Dəyişənləri, tövbə eləyənləri lağ obyektinə çevirib məzələnməməliyik. Əgər Allah bağışlayırsa, biz kimik? Sağ olun dostlar. Aklas dondurmasının dadına baxın, bütün dərdləri geridə buraxın.